Vaxtınız xeyir müəllimlər. Atam mətn suallarının izahına baxırıq. Answer the following questions according to the text. Mətnə əsasən aşağıdakı suallara cavab verin. Mətnimiz qısa bir mətndə gəlin oxuyaq. In an interview yesterday, Mr. Wilson was questioned about the harmful effects of horror movies on teenagers. Mr. Wilson dünənki intervyuda deməli, teenagerlar üzərində qorxulu kinoların zərərli təsirləri barəsində sorulanır. Yəni bu barədə suallar verilirdi ona. He argued that such effects were often exaggerated and claimed that other types of films were far more dangerous for young people. O yəni belə bir mübahisə irəli sürdü ki, belə effektlər tez-tez şişirdilir və iddia etdi ki, digər film növləri daha təhlükəlidir gənc insanlar üçün. When asked to prove this, he pointed out the horror films were often set in unreal situations and were clearly not to be taken seriously. Ondan soruşulanda ki, bunu sübut etmək xahiş ediləndə daha doğrusu, o bu fikri irəli sürdü ki, qorxu filmləri adətən daha doğrusu tez-tez qeyri-real situasiyalarda baş verir və ciddiyə alınmır, yəni. In contrast, he claimed that films showing violent crime were often set in everyday life and were therefore more damaging. Əksinə isə o iddia etdi ki, deməli, bu cinayətkar filmlərini, cinayətkarlığı göstərən, zorakılığı göstərən filmlər adətən hər gün bizim həyatımızda baş verən bir yerdə yerləşir. Yəni bizim gündəlik həyatımızda baş verirdi və daha çox, yəni beləliklə də daha çox zərər verir. Birinci sualımıza gəlin baxaq. In Mr. Wilson's opinion, horror films, Mr. Wilson'ın fikrinə görə qorxulu filmlər cost more than other kinds of films, digər filmlərdən daha çox baha, yəni başa gəlir. Xeyr, heç bu barədə məlumat yoxdur. Are more popular among the elderly than among the young. Deməli, gənclərdənsə yaşlılar arasında daha çox populyardır. Xeyr, belə bir məlumat da yoxdur. Should be banned altogether. Ümumiyyətlə deyir, bənd, yəni qadağan olunmalıdır. Xeyr, belə bir şey də yox idi mətndə. Are less damaging to young people that films of violent crime. Deməli, burada zən olmalıdır, hər halda zət yazılıbdır. Deməli, cinayətkarlıq, o zorakılıq filmlərindən daha çox, daha az gənclərə deməli, neynir, young people-a daha az zərər verir. Elə bu kişinin fikri bu idi. Deməli, daha doğru cavabdır. Y variantına da bax, have recently ceased to appeal the young. Son zamanlarda deyir, gənclərin diqqətini daha çox cəlb edirdi. Xeyr. Doğru cavabımız elə burada D variantıdır. İkinci sualımıza baxırıq. For Mr. Wilson, the main difference between a horror film and one showing violent crime is that the former. Deməli, Mr. Wilson'a görə qorxu filmləri və bu cinayətkar, zorakılıqlar göstərən filmlər barəsində, daha doğrusu bunun arasındakı fərq o idi ki, birincisi, yəni horror film is mainly concerned with everyday situation. Xeyr, qorxu filmləri everyday situation'ı yox, unreal life situation'ı əhatə edirdi. Is liked by the young, gənclər tərəfindən sevilirdi. The latter by old, sonraki, yəni violent crime isə yaşlılar tərəfindən sevilirdi. Xeyr, belə bir məlumat yox idi orada. Is unrelated to real life, whereas the latter is. Baxın, bu variantımız doğru cavabdır. Yəni, real həyatla əlaqəli deyildi qorxu filmləri. Yəni, bu ikincisi, yəni violent crime isə qorxu filmlərinə əlaqəli idi. Burada bu yarısı yəqin ki, gördü, ziddiyyət bağlayıcısıdır. Bu belə olarkən, o birisi isə belə deyildi. C variantı doğru cavabımızdır. Is less expensive to produce than the latter. Deməli, daha az bahalı, yəni daha ucuz idi digərinin ikincisindən. Belə bir məlumat yox idi. Rarely receives any attention from the young. Yəni, nadir hallarda gənclər tərəfindən diqqətini çəkirdi. Xeyr, belə bir məlumat da yox idi. Əksinə, bu horror film
daha çox diqqət çəkirdi və yaxud da hansı daha çox az diqqət çəkirdi deyə bir məlumat yox idi. Üçüncü sualımıza baxaraq, the interviewer wanted to find out whether, deməli bu müsahibətçi bu bilmək istəyirdi ki, nəyi istəyirdi, nəyi araşdırmaq istəyirdi. Young people were being harmed by horror films. Gənc insanlar qorxu filmlərindən zərər görməkdədirlər. Bu ola bilər. Mr. Wilson had himself been affected by horror films. Xeyr, bunun özü barəsində deyildi məlumat. Məlumat onun ümumiyyətlə teenagerlar üzərində olan təsirindən danışırdı. Mr. Wilson preferred horror films to films of violence. Zorakılıq filmlərindənsə horror filmi üstün tutdu. Xeyr, bunu da bilmək istəmirdi. Yəni ümumiyyətlə bu barədə məlumat axtarırdıq. People were seriously objecting to horror films, deməli insanlar ciddi şəkildə qorxu filmlərinə etiraz edirdilər. Xeyr, the effects of crime films were being exaggerated. Deməli cinayət filmlərinin təsirləri şişirdilməkdə idi. Xeyr, əksinə horror filmlər barəsində idi bu məlumat. Doğru cavabımız elə A variantıdır. Növbəti mətnimizə gəlin keçək. Növbəti mətnimiz The famous Tower of London was built as a fortress by William the Conqueror. Deməli, məşhur London qalası William tərəfindən bir qala kimi tikilmişdi. Early in the Middle Age, the kings used it as a palace. Deməli, erkən orta əsrlərdə krallar bunu bir saray kimi istifadə edirdilər. Later on, it was turned into a prison. Daha sonra o həbsxanaya çevrildi, but only distinguished persons, amma yalnızca seçilmiş məhbuslar üçün, including statesmen and princes, were held there. Deməli, bura daxil idi dövlət adamları, şəhzadələr idi ki, bunlar burada saxlanılırdılar. Today, the tower is a national museum where, among other things, the jewelry of the English kings and queens is on display. Bu gün qala bir nəyə çevrilib? Milli muzeydir. Harda ki, yəni bu əşyalar arasında da kralların və kraliçaların, İngilis kralları və kraliçaların jewelry, yəni onların daşqaşları sərgidədir, on display. Yaxşı, gəlin 4-cü sualımıza baxaq. It is obvious from the passage that the functions of the Tower of London. Deməli, mətndən aydındır ki, London qalasının funksiyaları. Yaxşı, were all established by William the Conqueror. Deyir, hamısı William tərəfindən qurulmuşdu. Xeyr, bir dənə birinci idi ki, William tərəfindən fortress, qala kimi əsası qoyulmuşdu. Sonra müzeyə çevrilmişdi, həbsxanaya çevrilmişdi və s. Yəni burada artıq Williamın əlaqəsi yox idi. William ölüb gedib, üstündən 1000 il keçib, müzeyə çevrilib də artıq bunun Williamla əlaqəsi yoxdur. Bir varianta baxarıq. Have always been controlled by the kings. Həmişə deyir, krallar tərəfindən idarə edilib. Xeyr, çünki müzey olaraq artıq kral tərəfindən idarə edilmir. Have varied greatly over the centuries. Əsrlərdir ki, müxtəlif, yəni böyük dəyişikliyə məruz qalıb. Bəli, bu düzdür. C variantı doğrudur. Are all of a military nature. Həmişə deyir, ordu təbiəti olubdur. Xeyr. Have not changed at all since the Middle Ages. Orta əsrlərdən bəri heç dəyişməyib. Bu da yanlışdır. Doğru cavabımız C variantı idi. 5-ciyə baxırıq. We learn from the passage that the tower. Mətndən öyrənirik ki, qala was not originally intended to be a fortress. Əksinə, niyə ki, burada axı elə qala kimi tikilmişdi. Yəni, burada deyir ki, qala kimi nəzərdə tutulmayıb. Orijinal olaraq qala kimi nəzərdə tutulmamışdı. Xeyr, əksinə elə qala kimi tikilmişdi. A variantı yanlışdır. Was never a prison for ordinary people. Adi insanlar üçün heç vaxt bir həbsxana olmayıbdı. Bəli, bu düzgün cavabdır. Çünki bu distinguished persons, ya people. O hansı ki, statesmen, princes, onlar üçün nəzərdə tutulmuşdu. Yəni, dövlət adamları, şəhzadələr orada tutulurdu. B variantı doğru cavabdır. Is still a unique example of medieval architecture. Hələ də deyir, orta əsrlərin nadir bir nümunəsidir. Artıq qala deyil, tower deyil, hal-hazırda müzeydir, ona görə yanlışdır. Was never a residence of English
kings heç vaxt deyir İngilis krallarının yaşadığı bir yer olmayıb. Xeyr, bu da yanlışdır. Functions today only as a jewelers museum. Sadəcə daşqaş muzeyi kimi funksiya göstərir. Xeyr, burada sadəcə əşyaların arasında kralların, kraliçələrin daşqaşı var idi. Bu da yanlışdır. Doğru cavabımız B variantıdır. 6-cı sualımıza baxıraq. William the Conqueror's original purpose in building the Tower of London. Williamın əsas məqsədi bu qalanı tikməkdə əsas məqsədləri idi London qalasının. Was one of defense, müdafiə məqsədli idi. Bəli, çünki fortress müdafiə məqsədli tikilmiş qaladır. Fortress qala nə deməkdir? Yəni müdafiə üçün tikilən bir şeydir. A variant doğru cavabımız da was to exhibit his valuable jewelry. Deməli, dəyərli daşqaşları sərgiləmək üçün idi. Xeyr. Öz dəyərli daşqaşlarını sərgiləmək üçün xeyr, təbii ki də bu muzey olan vaxtında daşqaş sərgilənirdi. Was strongly criticized later in the Middle Ages. Demək, orta əsrlərdə ciddi şəkildə tənqid olunmuşdu. Xeyr. Remains unknown even now. Deyir, qalıqları qalmışdı. Even now. Hələ də deyir, bilinmir. Yaxşı. İndi də deyir, hətta bilmir ki, o məqsəd nə idi. Xeyr. Is still being debated among historians. Deyir, hələ də tarixçilər arasında müzakirə olunmaqdadır. Bu da yanlışdır. Məqsədi ilə qala, yəni müdafiə qalası kimi tikilməsi ilə A variantı doğru cavabımızdır. Hələlik bu qədər müəllimlər. Ümid edirəm ki, faydalı oldu sizin üçün. Əgər bəyəndinizsə, suallara smiləklərlə reaksiya bildirməyi unutmayın ki, mən də gələn dəfə sizin üçün daha maraqlı mətnlər paylaşım. Oldu, hələlik.